Son vaxtlar Şah İsmail Xətai irsini Azərbaycandan ayırmağa çalışan xaricdəki bəzi dairələr aktivləşib. Ancaq bütün cəhdlər uğursuz olaraq qalır. Çünki tarix iddialara yox, faktlara əsaslanmalıdır. Mövzunu araşdırmışıq. Arxamda gördüyünüz abidə Azərbaycan dövlətçilik tarixinin görkəmli simalarından biri Şah İsmail Xətainin xatirəsinə ucaldılır. Son dövrlər onun irsini fərqli şəkildə təqdim etməyə cəhdləri olsa da, tarixi faktlar dəyişmir. Xətai Azərbaycan türkçəsində yaratdığı zəngin irsi və qurduğu Səfəvi dövləti ilə Azərbaycan tarixində mühüm yer tutur. Tarix isə iddialarla deyil, faktlarla yazılır. İskəndər Münşinin Tarixi Aləmə-Arayi Abbasi, Mir Yəhya Qəzvininin Lübbüt Təvarix, Budaq Qəzvininin Cəvahirül Əxbar, Məhəmməd Yusif Qəzvininin Xoldi Bərin. Bu mənbələr Şah İsmailin Azərbaycan şahlıq taxtına əyləşən türk hökmdarı olduğunu təsdiqləyir. Şahın ilk xütbəsini Mövlana Əhməd Ərdəbili oxuyur. Zamanında dövrünün bütün fars dilli qaynaqlarında o yüksək qiymətləndirilib. Eyni zamanda Avropa qaynaqlarında, yəni o dövrdə Səfəvi sarayına gəlmiş diplomatların, səyyahların, tacirlərin gündəliklərində belə Şah İsmailə biz yüksək qiymət verildiyini görürük. Şübhəsiz ki, o dövrün bütün qaynaqlarında biz onun türk kimi qeyd edildiyini görürük. Çünki əgər belə olmasaydı, onun sarayında, ordusunda, xalq arasında hətta yazmış olduğu və yaratdığı divanında belə o türk dilindədir. Onun ən bariz nümunəsidir. Qarqiya Mirzə Əlinin sarayında dövrün ədəbiyyatlarında göstərilir ki, Şah İsmaila ərəb, fars dillərindən müəllim tutuldu. O cümlədən Qurani Kərimdən də müəllimdir. Yəni Mövlana Şəmsəddin Gilaninin rəhbərliyi altında o Qurani Kərimi ərəb və fars dillərini öyrəndi. Bax, bu fakt da təsdiq edir ki, əgər Şah İsmail bir türk oğlu olmasaydı, yəni ona türk dilindən də müəllim tutub və türk dili də tədris olunardı. Tarixi şəxsiyyətlərin irsi siyasi məqsədlərlə deyil, mənbələr və elmi faktlar əsasında qiymətləndirilməlidir. Çünki tarix kiminsə mənimsəyəcəyi irs deyil, sənədlərlə təsdiqlənən həqiqətdir. Azərbaycanın dövlətçilik tarixi də göstərir ki, xalqımız əsrlər boyu ağır sınaqlarla üzləşsə də, son 200 il ərzində itirilmiş torpaqlarını hərbi siyasi yolla geri qaytara bilməmişdi. Bu tarixi gedişat yalnız 2020-ci ildə və daha sonraki illərdə dəyişdi. Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və onun ardınca həyata keçirilən əməliyyatlar nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. Şah İsmail Xətai son illərin tarixinin canlı şahidi olsaydı, Azərbaycanın nailiyyətləri ilə fəxr edərdi. Pərviz Mustafayev, Elçin Tağıyev, Zaur Dadaşov, ASTV Xəbər.